Bullying zarafat değil, yaradır. Salam əziz valideynlər, hörmətli uşaqlar. Bu gün sizə vacib bir mövzu haqqında danışmaq istəyirəm. Bullying nədir? Bullying bir uşağın başqa bir uşağı qəsdən, bilərək, təkrar incitməsi deməkdir. Yəni, ona lağ edir, ona pis ad qoyur, itələyir, qorxudur və yaxud da bəzən də oyundan uzaqlaşdırır. Soruşanda deyir, mən zarafat etdim. Amma bu düzgün yanaşma deyil. Zarafat etdiyin insan, əgər qarşıdakı insan gülürsə, ona qarşılıq versə, demək ki, bu sən zarafat etmirsən. Amma səndən küsürsə, sənə düzgün reaksiya vermirsə, qaşqabağını salıbsa, narahat olduğunu hiss etsənsə, demək ki, sən ona bullying edirsən, sən onu incidirsən və buna səy göstərirsən. Bullyingə məruz qalan uşaqlar içinə qapanır, məktəbə getmək istəmir, narahat olur və anidən o uşaqlarda baş ağrısı, qarın ağrısı özünü biruzə verir. Hörmətli valideynlər, burada bizim üzərimizə böyük bir məsuliyyət düşür. Əgər anidən uşaqlarımızda qeyd etdiyim kimi baş ağrısı, qarın ağrısı, məktəbə getməmək, halsızlıq, dərslərinə qarşı həvəssizlik baş verirsə, bilin ki, ilkin mərhələ olaraq bu bullyingə məruz qalıbdır. Çox təəssüf olsun, biz bunu bəzən valideynlər şikayət edirlər, məktəbdə də görürük, məhəllədə uşaqlar oynayarkən uşaqlar arasında da buna tez-tez rast gəlirik. Buna görə valideynlər diqqətli olmalıdır. Belə olan təqdirdə uşaqların gələcək üçün düşüncələri, onların motivasiyasında, məktəbə, dərsə olan fərd olaraq yetişməsində böyük bir problem olur. Uşaqlar da özgüvən demək olar ki, çox aşağı səviyyə düşür. Yəni, bütün günahı özündə görür. Amma halbuki uşağa başa salmaq lazımdır ki, sənə qarşı bu cür bullying edən, yəni səni təkrar incidən, sənə lağ qoyan, sənə qarşı hörmətsiz edən bu problem bu uşağın özündədir. Uşaqda belə olan vəziyyətdə övladımızda özünə güvəni bərpa etmək lazım, onu dinləmək lazımdır və uşağa başa salmaq lazımdır ki, belə olan təqdirdə məktəbdə müəlliminə yaxınlaşmalı, valideynlə açıq deməlidir. Valideyn elə bir münasibət qurmalıdır ki, belə uşaq gəlib ona öz dərdini, öz fikrini deməyi özündə cəsarət tapmalıdır və paylaşmağı bilməlidir. Uşaqlara da başa salmaq lazımdır ki, diqqətli olsun burada. Çünki əziz valideynlər, bullyingə məruz qalan uşaqların nəticəsi gündən-günə aşağı düşür. Psixologlar xüsusi olaraq vurğulayır ki, uşaqlara diqqət etmək lazım ki, uşaqlar bu fikirlərini paylaşmağı bacarsın və bullyingə qarşı mübarizə aparsın. Əziz uşaqlar, əziz şagirdlər,